Siz podkastda baxsaz da, siz nə götürməlisinizsə onu götürürsünüz. Hansı ki sizdə var. Sizdə var, amma sizə yazılmayanı siz götürmürsünüz. Sizin həyatınız bir çərçivədir. Eşidə biləcəyiniz qədərini eşidirsiniz də. Bəli. İcazə nə qədər ki var, sən onu eşidirsən. Bəzən elə bir informasiya var ki, mən onu məsələn bir pasiyenta deyirəm, o biri pasiyenta demirəm. Çünki ona icazə yoxdur, bağlıdır. Mən onu da desəm də onu qəbul eləməyəcək və yaxud da ona pis təsir eləyə biləcək. Və yaxud da mən məsəl üçün əvvəl özgüvənsiz idim, şəxsi sərhədlərim yox idi. Telefonla belə mən məsəl üçün özümə restorandan sifariş verə bilmirdim. O qədər özgüvənsiz idim. Mən nə etdim? Ya mən bu həyatımı bu cür davam etdirəcəkdim və mən həyatımın sonunda əlbəttə ki, bunun peşmançılığını yaşayacaqdım. Və yaxud da mən nə etdim? Mən dedim mən bu həyatı istəmirəm. Mən dəyişmək istəyirəm, amma mən nə qədər də dəyişsəm, mənim bünövrə olan o xasiyyətim, yumşaqlığım, bəzən hardasa o şəxsi sərhədlərimin aşmasına icazə vermək, o qalır. Biz onu nə qədər işləsək də, insan olaraq o mənim artıq ruhumun yapısıdır, mayasıdır. Özü, özəyi. Budur, bu mənəm artıq. Bu mən fərd olaraq bu dünyaya bu cür gəlmişəm. Mən özümü Aytən eləyə bilmərəm. Mən özümü başqa bir insan eləyə bilmərəm. Və bir nöqtəyə qədər gəlirsən. Yenə də dəyişirsən. Tam karmadan çıxmaq üçün o artıq o artıq birbaşa yaradanla bütün olmaq deməkdir. Yəni bunu da hər adam hal-hazırda, yəni bunu tam karmadan, onda tam qismətdən deyirik. Tam qismətdən çıxırsan. Bütün həyatı artıq özün idarə edirsən. Onda biz qisməti dəyişə bilirik. Qismətimizi bizə öncədən yazılmış bir neçə variantı var. Bizim qismətimizin bax bu yolla gedəcəksən və bunu eləyəcəksən. Bu cür insanlar sənin qabağına çıxacaq ki, mən öncədən demişdim ki, ruh eşqçiləri var, düzdürmü? İndi sual yaranır da, axı onlar məni bu dünyada incitmək üçün, əzab vermək üçün gəliblərsə, bəs mən özümü dəyişəndə onlarla nə baş verir, düzdürmü? Onlar da başlayır dəyişməyə. Onlar da qismət çərçivəsində başlayır dəyişməyə. Sənin keçmiş həyatlarından aldığın təcrübələr ki var. Məsəl üçün 50 həyat yaşamısansa, 51-cidə sən istəyirsən ki, mən məsəl üçün bu həyatda, keçmiş həyatlarda nələrsə eləmişəm. Mən indi bu həyatda var-dövlətə artıq layiqəm. Mən bunu hiss eləyirəm. Mən var-dövlət olan bir ailədə doğuluram. Orada yaşayıram, problemsiz bir həyat yaşayıram, xoşbəxt bir həyat yaşayıram. Bu əladır, superdir. Amma mən əgər bundan öncə 20-30 həyat yaşamışamsa, çox da yaxşı bir yaşamamışamsa və mən bu həyatda nələrinsə oradan qalmış dərslərim var. Mən bu həyatda bunu bitirməliyəm ki, mən boyutumu atlayım.